Bu videoda gördüyünüz Afrika filidir. Şəkili bir dostumuz keçən ay Afrikadaydı. Safari eləyəndə bu videonu özü çəkib. Oradan da bizə yenə fil formasında bir fincan gətirib. Deməli bundan 200 il əvvəl dünyada 26 milyon təqribən fil var idi. Hal-hazırda 1 milyon dövlət sayı. Yəni belə təsəvvür eləyin ki, bir əraziyə girirlər, 26 dənə fil varsa 25-ini öldürürlər. Bu vəhşiliyi kim eləyir? Avropalılar əlbəttə ki. Əvvəlcə İspanlar, Portuqallar gəlir, yavaş-yavaş fil dişi ticarətinə başlayırlar. Son 200 ildə də ən yuxarı həddinə çatır. İndi nəsli kəsilmə üzrə olduğuna görə 1989-cu ildən etibarən fil dişi ticarətini dayandırırlar. Fil dişinin xüsusiyyəti odur ki, çox möhkəmdir, amma digər tərəfdən də oymaq, forma vermək asandır. Zadəganlardan ötürü pianinanın dilləri, şahmat daşları fiqur kimi, zinət əşyaları, daraq, bilyard topları, düymələr kimi belə aksesuarlar hazırlayırdılar. Bunun da dediyim kimi həm bir tərəfdən işləmək asan idi, digər tərəfdən bir prestij idi. Fil dişindən bir əşyası olmağı insanın rəngi uzun müddət özünü qoruyub saxlayırdı. Fil dişindən istifadə eləməyə Avropalılar başlamayıb. Əvvəldən Misirdə, Çində, Hindistanda istifadə edirdilər. 3000-4000 il bundan əvvələ aid tapılmış əşyalar var. Məsələ odur ki, şərq insanı biz təbiətdən tarazlı formada istifadə etməyi bilirik. Heç vaxt nəslini kəsməmişik heyvanların. Nə vaxt ki Avropalılar gəldilər, bir şeyi satmaqdan ötürü ticarəti üçün nəslini kəsənə qədər gedirlər axıra qədər. İndiki dövrdə də fil dişindən bəzi əşyalar hazırlayırlar. Biz ümumiyyətlə təsbeh sevirik. Studiyada bu videonu çəkməkdən ötürü dedim bizdə harda təsbeh var. Orxan göstərdi. İndi haralarda varsa çəkib qoyacağam onda bu videonun içərisinə. Bir dənə burada var. Bir dənə də bunun üstündə var. Niyə bunlar özəl olaraq bu lampaların üstünə qoymuşuq? Hələ də heç bir fikrim yoxdur. Burada Orxanın iş masasının üstündə bir dənə var imiş. Hətta 2 dənə bu qolbaq kimidir ya da. Qıraqda burada hazır brodokları arasında asıqdır. Afrikada qanunsuz ovla məşğul olanda əvvəllər ovçuları həbs eləyirdilər, ovladıkları fil dişlərini də yandırırdılar. Son illərdə Afrikadakılar kasıb dövlətlər dedilər ki, biz bundan da gəlir əldə eləyək. Yenə qeyri-qanuni ovçuları həbs eləyirlər, amma ovladıkları fil dişlərini sertifikatlaşdırıb satırlar. O da kiçik həcmdədir deyə çox böyük məhsullar eləmək olmur. Məsələn, təsbeh düzəldirlər ondan. Biraz daha geniş bir videomuz olacaq təsbeh və istifadəsi haqqında. Bundan əlavə də bizim Müşfiq dediyim kimi keçən ay getdi Afrikanın bütün qitənin ən hündür zirvəsinə çıxdı. Ondan sonra da Afrikada safari eləyəndə çox maraqlı videolar çəkdi. Yaxın zamanlarda inşallah ondan da həm Afrikanın ən hündür zirvəsinə çıxmaq nə təri hissdir, hansı mərhələlərdən keçirsən, o barədə video çəkəcəyik. Həm də safari haqqında, Afrikadakı təəssüratları ki, bizim indiyə kimi gördüyümüz televizordan bir Afrika var, bir də həqiqi başqa bir Afrika var. Bununla bağlı videolarımız olacaq. Bizi izləməyə davam edin.